Salam, bugün çevrədən bu sualların izahına baxacaq. 17-ni mən izah edəcəm. Gördüyünüz kimi n tipli D, 18-i özünüz yaza bilərsiniz. Şəkildə MA və MB çevrəyə toxunanlar o çevrənin mərkəzidir deyir. A onu bizə 11 verib. Baxın, bu hissə bura radiusdur. Buranı 11 verir. Və MA plus MB-də 120 verir. Baxın, çevrəyə çəkilən toxunanlardır. Bunlar bərabər olur. Yəni, burada 60, burada 60 və burada bilirik ki, 90 dərəcə bucaq altında kəsişir. Bizdən MO parçasını, yəni buranın uzunluğunu soruşur. Gördüyümüz kimi Pifaqor teoremi tətbiq edəcək ki, x kvadratı bərabərdir 60-ın kvadratı, üzərinə gəlsin 11-in kvadratı, x kvadratı edir 360, üzərinə gəlinsin 121, o da edir 481 və kökdən də 61 çıxır. Deməli, bu məsafəmiz 61 sm imiş. 18-ci sualda bu tiplidir. Buradan isə çevrənin radiusunu, yəni bu hissəni soruşur sizdən. Yəni, bunda bayaqki kimi də həll edə bilərsiniz. Eyni tipli sualdır.